Mərkəz 8 arkan ümumiyyətlə gücü, iradəni və bir növ karmik borcları xəbər verir. Bu daha çox haqq-ədalət karmasını təmsil eləyir və siz əgər mərkəzdə 8 rəqəminə sahibsinizsə, bu o deməkdir ki, mütləq şəkildə haqq və ədaləti qorumalısınız. Çünki 8 sizə çox güclü enerji verəcək, çox güclü karyerada yüksəliş verəcək, amma siz bu yüksəlişi sevgi ilə balanslı şəkildə idarə eləməlisiniz. Mərkəz 8 insanları ən kiçik səhvlərində belə onun qarşılığını çox sürətli şəkildə geri alırlar. 8 insanlarına borclanmaq, borc vermək, borc almaq, kredit götürmək, kredit ödəmək bu kimi şeylər də düşmür. Çünki onlar bir dəfə borca girərlərsə və yaxud da kreditə girərlərsə, bu bir döngəyə çevrilər və onlar onun içindən çıxa bilməzlər. Ona görə məsləhətdir ki, bu insanlar işlərini konkret şəkildə düz bir istiqamətdə irəlidə bilsinlər. Dediyim kimi, aşırı dərəcədə güc verir, aşırı dərəcədə məsuliyyət hissi verir və düzgün istiqamətləndirildiyi halda karyerada, pulda, ümumiyyətlə ruzi bərəkətdə çox yüksək artım verir. Sadəcə düzgün işlətmək lazımdır və mütləq şəkildə haqqa, ədalətə önəm vermək lazımdır.